Salam əziz uşaqlar. Bugün biz isim mövzusunu öyrənəcək. Bəs isim nədir? İsim əşyanın adını bildirir. İsim yəni adamların, heyvanların, cansız əşyaların yerlərin adını bildirən nitq hissəsidir. İsim kim, nə, hara suallarından birinə cavab verir. Biz gəlin birlikdə öyrənək kim sualına cavab verən, yəni insan anlayışı bildirən kim sualına cavab verir, heyvan və cansız əşya bildirən nə sualına cavab verir, məkan və yer hara sualına cavab verir. Bir də uşaqlar isim tək və cəm olur. Bir də konkret və mücərrəd olur. Yəni ibtidai sinifə uyğun olaraq bir də toplu isimləri mən sizə izah edəcəm. Ümumi və xüsusi. Yəni bunlar ibtidai siniflərə uyğun olaraq bu qaydaları siz isim haqqında bilməlisiniz. Gəlin indi dediyimiz insan anlayışı, heyvan və cansız əşyalar, konkret və mücərrəd və tək və cəmin nə olduğunu geniş şəkildə misal olaraq işləyə-işləyə öyrənək. Əziz uşaqlar, biz dedik ki, insan anlayışı bildirən kim sualına cavab verir. Yazırıq, misal olaraq yazırıq. Yazdıq, müəllim. Müəllim dedikdə bizim ağlımıza, yəni bizim gözümüzün önünə nə gəlir? İnsan gəlir. Ona görə də biz nə deyirik qaydamızda? İnsan anlayışı bildirən sözlər kim sualına cavab deyirik? Müəllim. Kim? Müəllim. Məsəl üçün deyirik. Deyirik ayan. Ayan. Kim? Ayan. Məsəl üçün deyirik həkim. Kim? Həkim. Usta. Kim? Usta. Çünki biz, bunlar yəni peşə adlarıdır. Müəllim, usta. Bunları biz dedikdə, yəni insan gözümüzün önünə gəldiyi üçün, yəni insan anlayışı olduğu üçün kim sualına verilir. Yəni biz yadımızda saxlayırıq insan adları və peşə adları nedir? Kim sualına cavab verir. Sonra heyvan və cansız əşyalar. Heyvan bilirik ki, məsəl üçün deyirik ilan. İlan. Nə ilan? Və yaxud da deyirik qələm. Nə? Qələm. Onun üçün ağlımızda saxlayırıq ki, heyvan və cansız əşyalar nə edir? Nə sualına cavab verir. Məkan və yer anlayışı bildirənlər isə hara sualına cavab verir. Biz deyirik məktəb. Məktəb. Biz deyirik Gəncə. Məktəb deyəndə məktəb hara? Məktəb. Gəncə hara? Gəncə. Yəni yer, məkan anlayışı bildirdisə, hara sualına cavab verəcək. Yəni bu qayda, yəni çətin bir şey deyil, sadəcə qısasını ağlımızda saxlayırıq. Yəni bir qayda olaraq insan anlayışı kim, heyvan və cansız əşya nə, məkan və yer anlayışı bildirən isə hara sualına cavab verir. Əziz uşaqlar, isim kəmiyyət baxımından tək və ya cəm olur. Əşya 2 və daha artıq olarsa, o zaman ona lar, lər. Lar, üstünə 2 yazırıq, yəni lar, lər şəkilçisi qəbul edir. Bu zaman nə edir? Cəmlənir. Misal olaraq yazırıq. Məsəl üçün, odun təkdir, odunlar. Baxın, lar şəkilçisi qəbul etdi cəmlənərkən. Sonra kitab, kitab, kitablar. Yenə də baxın, lar şəkilçisi qəbul edərək çoxaldı, yəni cəmləndi. Əziz uşaqlar, elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarilə çoxluluq, topluluq bildirir. Belə isimlərə biz toplu isimlər deyirik. Toplu isimlər cəmiyyət, qoşun, ordu, ilxı, naxır və s. Bunlar hamısı nədir? Toplu isimlərdir. Yadınızda saxlayın, toplu isimlər qrammatik cəhətdən
tək isimlərdir. Yəni ola bilər ki, sizə sual düşsün ki, tək ismi seçin. Siz onda orada toplu isimləri görüb götürməsəniz, bu səhv olar. Biz nə deyirik? Qrammatik cəhətdən tək isimlərdir. Yəni cəmiyyət, qoşun, ordu, ilxı. Yəni topluluq bildirə bilər, amma tək isim gedir. Bir də yadımızda saxlayırıq, bu yəni istisnadır, qaydadır. Cəmaət və əhali cəm şəkilçisi qəbul etmir. Məsələn, ordular, ilxılar, naxırlar, qoşunlar biz deyə bilərik, amma cəmaətlər, əhalilər biz deyə bilmərik. Yəni bu cəm şəkilçisi qəbul etdiyini görsək, biz bilməliyik ki, bu yanlışdır. Uşaqlar, biz bir də dedik ki, isim konkret və mücərrəd olur. Konkret isimlər gözlə görə bildiyimiz, əllə toxunması mümkün olan və şəklini çəkə bildiyimiz isimlər isə nədir? Konkret isimlərdir. Yəni burada gözlə gördüyümüz, məsəl üçün biz nə edirik? Kitabı görürük. Sonra burada biz deyirik ki, şəklini çəkə bildiyimiz. Biz havanı hiss edə bilirik, bir də şəklini çəkə bilirik. Yəni hava nədir? Və düşünmək olar ki, hava məsəl üçün gözlə görünməyəndir, yəni mücərrəd, amma mücərrəd deyil. Hava konkret isimdir. Yəni biz onu şəklində çəkə bilirik, həm də onu hiss edə bilirik. Toxuna bildiyimiz, məsəl üçün biz nə edirik? Qələmə toxuna bilirik. Yəni qayda olaraq konkret isim gözlə görə bildiyimiz, şəklini çəkə bildiyimiz və toxuna bildiyimiz varlıqlar konkret isimlərdir. Yəni buna uyğun olaraq kitab olsun, qələm, hava, maşın, hərif, mühəndis, külək, bunların hamısı nədir? Konkret isimlərdir. Əziz uşaqlar, mücərrəd isimlər isə gözlə görə bilmədiyimiz, şəklini belə çəkə bilmədiyimiz, toxuna bilmədiyimiz varlıqlardır. Yəni belə varlıqlar yalnız xəyallarda, düşüncələrdə mövcuddur və nə sualına cavab verir. Yəni mücərrəd isimləri gördüksə bilirik ki, nə sualına cavab verir. Məsəl üçün mən deyirəm qüssə. Baxın, biz qüssəni nə gözlə görə bilirik, nə şəklini çəkə bilirik, nə də ona toxuna bilirik. Sonra mən deyirəm zaman. Əmək. Biz bunlara nə edirik? Zaman olsun, əmək olsun, qüssə olsun. Belə düşüncələr, yəni belə isimlər ancaq düşüncələrimizdə olan varlıqlardır. Yəni biz bunu nə gözlə görə bilirik, nə şəklini çəkə bilirik, nə də toxuna bilirik. Əziz uşaqlar, biz dedik ki, isim tək və ya cəm olur və toplu isimləri biz öyrəndik. Sonra konkret və mücərrəd olur. Sualları dedik ki, kim, nə, hara suallarından birinə cavab verir. Bir də isim ümumi və xüsusi olur. Ümumi isimlər eyni cinsli əşyalara verilən adlardır. Xüsusi isimlər isə eyni cinsli əşyaları fərqləndirmək üçün onların hər birinə verilən adlardır. Hər zaman, yəni biz ümumi ilə xüsusini ayırd etmək üçün, yəni qayda olaraq ağlımızda saxlamalıyıq ki, xüsusi isimlər hər zaman böyük hərflə yazılır. Bir də nə olur? Konkret olur. Yaza bilərik şəhər. Uşaq. Şəhər, uşaq. Sonra yaza bilərik çiçək. Baxın, bu sözlər hamısı eyni cinslidir. Yəni, ümumi isimlərdir. Bizdə nə dedik? Ümumi isimlər eyni cinsli əşyalara verilən adlardır. İndi isə xüsusi isimləri biz dedik eyni cinsli əşyaları fərqləndirmək üçün onların hər birinə verilən adlardır. Biz ümumi isimdə nə dedik? Dedik şəhər, uşaq, çiçək. İndi biz şəhər deyəndə hansı şəhərdən söhbət getdiyini bilmirik, amma biz onu xüsusiləşdirib deyə bilərik Bakı şəhəri.
Biz onda bilirik ki, söhbət Bakı şəhərindən gedir. Amma şəhərlər deyəndə söhbətin hansı şəhərdən, nədən getdiyini bilmirik. Ona görə də deyirik ki, eyni cinsli əşyaları fərqləndirmək üçün onların hər birinə verilən adlardır. Mən deyəndə uşaq, biz bilirik ki, uşaq nədir? Ümumi gedir. Ümumi, yəni hansı uşaqdan söhbət getdiyini biz bilmirik. Mən deyəndə Aysel, Nərmin deyəndə nə edirəm? O uşaqlar, necə deyim, uşaq sözündən biz neynədir? Xüsusiləşdirdik. Aysel və Nərmin yazdıq. Biz bildik ki, söhbət və Aysel və Nərmindən gedir. Əziz uşaqlar, biz bugünkü dərsimizdə isim, ad bildirən sözləri öyrənməyə çalışdıq. İsim əşyanın adını bildirir. Kim, nə, hara suallarından birinə cavab verir. Konkret və mücərrət olur. Konkret deyəndə dedik, gözlə görə bildiyimiz, əllə toxunması mümkün olan və şəklini çəkə bildiyimiz varlıqlar konkret isimlərdir. Mücərrət isimlər isə gözlə görə bilmədiyimiz, əl ilə toxunması mümkün olmayan və şəklini belə çəkə bilmədiyimiz isimlər mücərrət isimlərdir. Dedik ki, isim ümumi və xüsusi olur. Ümumi isimlər eyni cinsli əşyalara verilən adlardır. Xüsusi isimlər isə eyni cinsli əşyaları fərqləndirmək üçün onların hər birinə verilən adlardır. Hər zaman xüsusi isim böyük hərflə yazılır və konkret olur. Və dedik ki, isim tək və ya cəm olur. Cəmlənərkən lar, lər şəkilçisini qəbul edir. Bugünkü dərsimiz bu qədər. İnşallah gələn dərsdə görüşərik.